Mən əsasən bu videonu musiqi məktəbləri şagirdləri üçün paylaşıram. Onlar heç də ruhdan düşməsinlər ki, zakaz qarmon ala bilmirlər. Amma bu kazan qarmon da elə pis qarmon deyil. Ancaq bu qarmonlar fabrikdən buraxılan zaman qriftdə müəyyən səhvlərə yol verirlər. Çünki bu qriftdə dillər ağır olur, yumşaq olmur. Elələri olur, çox qəşəng olur. Elələri olur ki, yəni çalmaq mümkün olmur. Yəni ifa eləmək mümkün olmur. Amma qriftdə müəyyən işlər görüb dilləri yumşatmaq olur, çalmaq olur. Səslər də elə pis səslər deyil. Lap yaxşı eləmək üçün bizim Azərbaycanda çox gözəl qarmon ustalarımız var. Məsələn, Usta Vaqif kimi, Usta Rəhman kimi, yəni tanıdıqlarımı deyirəm. Gəncədə Əliş var, o da gözəl ustadır. Yəni bunlar bir planka qoya bilərlər, səs incələşə bilər, onda lap gözəl ola bilər. Ancaq belə də pis deyil. Qrifi bekara nizamlayıb dilləri yumşaldandan sonra çalmaq mümkündür. Vaxt olar, Allah eləsin, imkanları olsun, zakaz qarmon ala bilsinlər, amma bu da pis deyil. Mən bir neçə havanı ifa eləyəcəm burada, yəni heyva gülüdür, tərəkəmədir, qəşəngidir. Yəni çalmaq mümkündür, ifa eləmək mümkündür. Heç də həvəsdən düşməsinlər, öyrənsinlər, tək öyrənsinlər, ala biləcəklər. Yəqin ki, kim ki gəlib bu sənətin axırına çıxacaq, onlar ala biləcək zakaz qarmon. Yəni bir daha çox sağ olun. Thank you.